السلام عليكم يا أهل القبور من المؤمنين والمؤمنات والمسلمين والمسلمات وبالفاتحة. بسم الله الرحمن الرحيم. ولم يكن له كفوا الله اللهم صل على محمد وعلى آل محمد. السلام عليكم يا صاحب الدار من المؤمنين والمؤمنات والمسلمين والمسلمات وبالفاتحة. اللهم صل على محمد. بسم الله الرحمن الرحيم. الحمد لله إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. قل هو الله. اللهم صل على محمد وآل محمد. Ben bir dəqiqə sizin vaxtınızı alacağım. Bilmem çox belə qiymətli vaxtınız var. Siz bizim adətimizdir. Üzr istəyirəm. Qonağa gələndə hədiyyə verərlər. Siz də bizim milli mənəvi dəyərlərə sahib olan bir adamsınız, başlayın. Bu Quran-ı Kerim Cənab Prezident ikinci dəfə prezident seçiləndə niyyət edib ki, inşallah mən bir dənə Quran-ı Kerim çap etdirəm. Yəni mən o işin içindəyəm deyə bilirəm, həmin vaxtda yəni vəzifə olmuşum. Bu Quran məxsusi olaraq Cənab Prezidentin şəxsi vəsaiti və az məhdud sayda buraxılır. Ancaq belə deyək də müəyyən sayı seçilmiş adamlar üçün nazirlər, icra başçıları və ondan da bir dənə mənə nəsib olur, özünün şəxsi imzası ilə bunu mənə verir. Bu, istəyirəm. Evet, ben bunu size təqdim edəcəm, sonra izahını verərəm sizə inşallah. Buyurun. Bu Quran-ı Kerim xüsusi Svarovski daşlardan hörülmə bir şeydir. Haradası 5.000 dolara dövlətə baş edir. Arka tərəfində oxuyub xahiş edirəm. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hədiyyə. Çox sadə qurulur. Nə başqası yazmır. Bunun fıqları da hələ. İnşallah bu açıldı və belə. Sonra üzr istəyirəm. Sən xahiş edirəm, müəllim görsün belə. Bu Quran-ı Kerimi buradan götürürsən, götürürsən. Arka tərəfini götürürsən. Qiymətli daşlardandır. Qırağı da zərlə və xüsusi olaraq qızıldan hörülmə bir şeydir. Bu məxsusi olaraq Cənab Prezidentin mənə ən gözəl hədiyyəsidir. Sizin o, belə deyək, həqiqi mənada sizin olan o dəyərlərdir. Bunu mən şəxsən sizə hədiyyə verirəm. Amma bunun məktubu, Cənab bizimizə, onu saxlamışam özümdə. Bu da mənim o vaxt elə belə xırda kitablardır. Yəni mənim İslamda əxlaqla bağlı yazdığım, bunu da Mübariz müəllim Qurbanlı tapşırdı ki, xırda kitab yazın ki, ciblərdə gəzdəmə xoşun olsun deyə. Bunu sizə mən hədiyyə eləməyə mənə borc bildim. Allah sizə can sağlığı çox böyük hədiyyədir. Bundan Cəmil ayında bir mirqəsə qadadır. Bir də məndəydi. O da deməli bölgənin qazisi olduğuna görə bir dənə də onun adına verilmişdi. Sizə mən təşəkkür edirəm. Böyük etibar göstərdiniz. Doğrudan. Bu da rəhmətli ağamın şəklidir. Qoyarsan onun üstündə. Bu ağa biz atamıza ağa deyirik. Bu da babamızdır. Babamız 80-ci baba dedi. Ağamız isə 2002-ci ildə. Bu məqbələnin proyektün Mir Rəsul ağa özü qoyub. Atasının məzarı vardı. Getdi axtardı, dedi onu. Mən belə məqbələ istəyirəm. Biz də onun sağlığında tikdik. Məzarını hazırlamışdı burada. Hər şey yerində idi. Sonradan məzarı da tapşırdı mənə. 5 santimetr atasından aşağıdır. Yəni mən atamın qucağında olum, amma ondan üstün olamam. Allah sizə can sağlığı versin. Təşəkkür ederim. Minnətdaram, diqqətli olun. Allah sizi qorusun. Buyurun. Artık imanında kontrol edilmiş ama işsiz okuyor. Hasan benim de güzel oğlandı, güzel insan, çok güzel ziyalıdır. Vallahi hadis, senetanda işleyenler على محمد وآل محمد. السلام عليك يا شهداء آذربيجان ورحمة الله وبركاته. أعلى الله مقامهم ورفع الله درجتهم وجعل الجنة مسواهم ومأواهم. الفاتحة مع الصلاة. اللهم صل على العالمين. الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم
Bir daha siz okuduğu duanı ya bir defa vermişsiniz. Allah kanı Allah rahmet eylesin. Şəhidimiz biraz ailəsində müəyyən çatışmamazlıqlar var idi. Anasının 2 dənə oğlan idi. Çox çətinliklə, kasıbçılıqla getdi müharibəyə. Mənim indiki kimi yadımdadır. Bir dənə qardaşı qaldı. Onda o qardaşı da uşaq idi. Atası belə deyək də aralanmışlar. Atası Qasımlı kəndindən. Anası bizim bu məhəllədəndir. Sonra anası da vəfat elədi. Biraz çox çətinliklə, belə möhtaclıqla böyüyən ailə idi. Şükürlər olsun Allah ki, şəhidlik qismət oldu. Kaş elə bizə də şəhidlik qismət oldu inşallah. Allah rəhmət eləsin. Amin. Bahım inşallah. Allah kendimizi korusun. Qazilərimizə də can sağlığı versin. Ulu önderimize rəhmət eləsin. Böyüklərimizi xüsusən də Cənab Prezidenti qorusun. Onun boş adı dünya miqyasında apardığı siyasət, danışdığı hər bir cümlə, hər cümlə, hər bir söz ibrətdir. Elə bil ki, Ulu öndər ağzından tut düşüb. Biz yadınıza gəlirsə o 90-cı illərdə gecə gündüz televizordan ayrılmazdıq ki, Ulu öndər çıxış edirdi, siyasətdən danışardı. Amma o qədər maraqlı danışardı ki, hər bir adamın sevimlisiydi. Tabii şoya, televizyon konsertə də baxmırdım belə. Sağ olun. Bir saat teşekkür ederim. Allah razı olsun. Allah şehitlerimize Çok sağ olun. Selamat olasın. Buyursun. اللهم صل على محمد وآل محمد. السلام عليكم يا جميع الشهداء من المؤمنين والمؤمنات والمسلمين والمسلمات وبالفاتحة. بسم الله الرحمن الرحيم. Senlere, şehitlerimize rahmet eylesin. Şehitlerimize, alimlerimize, ulemalarımıza rahmet eylesin. Allah prezidentimizi korusun. Bize de kömək olsun ki bu qədim ənənələri həm dini, həm mədəni, həm elm ənənələri davam etdirə bilər. Sizin hamınıza təşəkkür edirəm. Bizim borcumuz şəhidləri daim anmaqdır, onların əziz xatirəsini yaşatmaqdır. Şəhidlər elə bir zirvəyə yüksəliblər ki, bizim üzərimizə qoyduğu vəzifə ondan ibarətdir ki, onların özü daim xatırlanmalıdır. Yadigarları, ailələri isə daim maraqlanmalıyıq onların həyat şəraitiylə. O şəhid ailələri, qazilər, hərbiçilər həmişə Cənab Prezidentin diqqət mərkəzindədirlər. Heydər Əliyevin bütün həyatı, bütün yaradıcılığının mərkəzində, fəlsəfəsinin mərkəzində insan amili dururdu. Onun da ən gözəl təzahürü bugün şəhidlərə, şəhid ailələrinə, hərbiçilərə və qazilərə göstərilən dövlət qayğısında bizim gözümüzün qabağındadır. Allah ulu önlərimizə rəhmət eləsin, prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin. Amin. Sizə çox sağ olun. Təşəkkür ederim. Çox sağ olun. Əziyyət çəkdiniz. Təşəkkürlər.